Bugünkü də bu yayılmadan danışdıq. Bu yayılmanın səbəbi nədir? Yəni və həmçinin bu səbəb həqiqətdir yoxsa manipulyasiyadır sadəcə? Ümumiyyətlə dünyada ateizmin yayılmasında çox ciddi manipulyasiya var. Həddən ziyadə böyük manipulyasiya var. Və biz də bunu hardan müşahidə elədik bu manipulyasiyanın olmanı? Əslində biz əvvəl baxanda dünya mediasına bu cür manipulyasiyanın olduğunu görürdük. Məsələn, ateist elm adamları qabardılırdı. Misal üçün, Richard Dawkins. Adam militan ateistdir. Militan yəni mübarizəkar. Məsələn, biz əvvəl baxanda da görürdük ki, niyə görə Dawkins bu qədər məsələn məşhurdur? Misal üçün, bioloq kimi Francisco Ayala, loru dildə desək, Dawkinsi cibində gəzdirər. Yəni, daha ciddi bir bioloqdur. Amma niyə görə bugün Francisco Ayala'nı məsələn 10 nəfərdən biri tanıyır, amma Richard Dawkins'i 10 nəfərdən 8-i, 9-u tanıyır? Səbəb nədir? Səbəb həmin manipulyasiyadır. Bizə illərlə bu məlumatla bizi anladıblar ki, elm adamları ateist olurlar, bütün elm adamları ateistdirlər. Dindar bir adam, inancı olan bir adam elm adamı ola bilməz. Ona görə Dawkins'i qaldırıb qoyublar dağın başına. Məsələn, Francisco Ayala'dan isə xəbərimiz yoxdur. Və biz daha sonra Epstein sənədləri açılandan sonra biz məsələnin daha da mahiyyətinə vardıq ki, Epstein adam illərlə çox yaxşı maliyyəsi olub adamın, çox ciddi əlində pul vəsaitlər olub və bunun böyük hissəsini ateizmin təbliğinə yayıb. Və biz baxırıq ki, məsələn, Epsteinlə münasibəti olan adamlar hamısı dünyada brend adamlardır. Stephen Hawking, Richard Dawkins, Lawrence Krauss. Məsələn, niyə görə Lawrence Krauss bu qədər məşhurdur? Hansı ki, yəni ondan daha böyük fiziklər mütləq ki var. Və yaxud Daniel Dennett fəlsəfə sahəsindən. Çünki Epsteinlə münasibəti olan bu ateist alimlərə çox ciddi vəsait ayrılıb. Bunların təbliğatına, bunların reklamına dünyada çox ciddi təbliğat ayrılıb. Və Epstein özü dünyada yüzlərlə, minlərlə ateist konfransların sponsorudur və kitabların və sənətli filmlərin, yəni dini tənqid edən və Tanrı anlayışını inkar edən bütün işlərin adam sponsoru olub demək olar ki, və mən hətta deyərdim, müasir dövrdə ateizmin 4 atlısı deyə bir anlayış var. Atlı nə mənadadır? Yəni cəngavər, ateizmə töhfə verən adamlar. Bunlar kimlərdir? Daniel Dennett, Richard Dawkins, Christopher Hitchens və Sam Harris. Mən hətta deyərdim ki, Epstein 5-ci atlıdır. Və bu atlıların da ən üstünüdür deyərdim. Niyə görə? Çünki onun verdiyi töhfənin sayəsində, məsələn, bugün Dawkins deyil, Sam Harris deyil, Daniel Dennett.